100 bilin nümayəndələri o Həzrət Seyyid-i Şühəda, 100 bilin o dədələr zəcər ölüblər ruhləri, balaları zuncanı, gətirib bir tərhi təsvib elgün, məhriyə əndazə diyə olsun bu məmləkətdə. Diyə 1 milyard 600 min tüməndir, bir nəfərin kulluk qanı 1 milyard 600'dir. Tərəfə 500 sikkə, yəni 15-40 dənə kişinin sən qanın bağlayıbsan o xanımın məhriyəsinə də danışa bilməz, yüzəsi yoxdur ki danışa. Ailə gətsinə, məhriyənə nazı deyiləsinə, hər ildə 20% qalxır üstünə. Hər ildə nə qədər cabic oldu yazsına bir əndazı diyeyə, kamiliyə ki insan. Adamından rahat, həm izdivacın bazarı çoxalar, həm mərdum rıqbət tabarlar. Day qorxmazlar ki, dədavay səhər biz izdivac eləsə, tərəf musadir elər, əl-ələ verər və həm həyətim əlimdən alar, maşınım əlimdən alar. Qazi də baxar görə bu milyard 600'ü verə bilir, elə yekcə alar. Alanmır 500 milyonun alar, 1 milyardını alar. Baxın, bura bir belə biz müşkülünə müvaciq olmarıq, bir belə beqeyrətçiliklər camiədə pul qorxusundan dandılar. Andol Həzrəti Zəhraya qiyamətdə cavab verə bilməyəcək. Ağa ürcü eləsin, da bizdə məişətimizə ki bir iş görənmədir, dəmi tüngər, baxdıq vəzizə. Baxdıq, 4 dənə sifri bizi qiyamətəcək görər, evimiz abad olsun. Əslən biz daha belə mənfəət ardı eləyəcək. 4 dənə pulumuzun sifrindən getdi doların şotuna. Sən pulun etibarın qoza, pulun niyə övün yıxısan? Əgər sən vaqən ürcün var, onun qabağını al, onun qaçağının qabağını al. Məmləkədə hamilə xaricə gedir. Hamın elə fəqət niyazı dolarla cabic olur. Ağa ta ərz mahar olmaya dadaş toğun yımıttasını 200 min tümən alacaq. Səsimiz də çıxmayacaq Həzrət Abbas. Cəngi də düşdü, elə biz gedəcəyik qabağa. O adam ki yımıtdanın nə öz qiymətindən xəbər var, nə toğunun qiymətindən, nə ətini gətirirlə qapıda verir. Çıxırlar gedir. Sənlə mənik bu bazarda, bahalıqdır, tamam? Evinə al.